Başlayaq birinci sualın izahından. Bildiyiniz kimi bugün hidrosfer bölməsinə aid olan ümumi sınavımızı işlədik sizlə. Uyğunluğu müəyyən etməyimizi istəyir. Deyir, çay qidalanmasının üstünlük təşkil edən mənbə və mənsəbi. Arpa çayı yeraltı sularla qidalanır. Biz demişik ki, Naxçıvanda çayların əksəriyyəti yeraltı sularla qidalanır. Düzdür? Bir dənə Gilan çayı istisna etmişik ki, Gilan çayı buzlaqlarla qidalanır. Qusar çay qar və buzlaq suları ilə qidalanır. Hə, burada bir dənə şey var ki, arpa çay Kür çayına tökülmür. Arpa çay Arazın qoludur. Ona görə bu yanlışdır. Bunu götürə bilmərəm. Qusar çay qar və buzlaqla qidalanır, Xəzərə tökülür. Demişik ki, Böyük Qafqazın şimal-şərqinin çayları qar və buzlaqla qidalanır və Xəzərə birbaşa tökülən çaylardır. Əlincə çay yağış suları deyil və Araz su qovşağına tökülür. Hə, biz demişik ki, Naxçıvanın çayları, Əlincə Naxçıvandadır da qalanın adından bilirsiniz. Naxçıvanın çayları yeraltı sularla qidalanır və bu Əlincə çay bir Araza tökülür. Araz su qovşağına yox, bu da yanlışdır. Köndələn çay Qarabağ silsiləsindən başlayan çaylar Xaçın çayı, Qarqar çayı və Köndələn çayı yağış suları ilə qidalanır və Köndələn çayı Araza tökülür. Doğrudur. Amma Qarabağ vulkanik yayılası desə yeraltı sular götürəcəksiniz. Bolqar çay qar suları ilə qidalanır. Bu Bolqar çayı Talış dağlarına axan çaydır. Talış dağlarına axan çaylar da nəyə aiddir? Yağış sularına aiddir. Yəni heç Bolqar çay Xəzərə tökülmür. Tərtər çay vulkanik yayladan başlayır. Yeraltı sulardır. Tərtər çay Kürə tökülür. Deməli 2, 4, 6 sualımızın doğru cavabıdır. Birinci cavab D variantı. İkinci, deməli bu ərazilər bilirsiniz ki, necə cəryan təsir göstərir? Avstraliyanın qərbi Namib Soyuq səhrası və Atakama. Bəli, soyuq okean cəryanı təsiri altındadır. Soyuq okean cəryanı isə qalxan hava yarana bilərmi? Birinci və ikinci bir-birini təksib edir. Deməli, bir doğrudursa iki yanlışdır. Sonra fiziki aşınmanın kəmiyyəti böyükdür, düzdürmü? Soyuq cərəyan səhra yaradır, səhrada da aşınma böyük olur. 1, 3. Düz radiasiya səciyyəvidir. Səhradsa düz radiasiya olar, düzdürmü? Səpələnən radiasiya buludlu ərazilərdir. Rütubətlənmə misal vahiddən böyükdür fikri səhvdir. Qədim platforma sahəsidir. Ant dağlarından bilirsiniz ki, bura Ant dağlarıdır. Qədim platforma ola bilməz. Digər ikisi amma qədim platformadır. Deməli, doğru cavab A bəndində olacaq. Qəşəng sadə sual idi. Sadə deyildi, orta səviyyəli sual idi. Amma qəşəng sual idi. Yəni, yaxşı suallardan hesab etmək olar. Xəritə sxemdirəklənmiş ərazi hansı düzənliklərdir? Öncə onu qeyd edin. Samur qabırı deyil ilk başdakı. Yox, Samur demirik. Qanı çay. Qanı əyri çaydır. Samur dediyiniz düzənlik buradadır. Samur Abşeron. Bu düzənliyimiz isə Lənkəran. Hər ikisində mülayim xarakterlikdir. Lənkəranda yayı quraq keçən, Qanı xəritədə isə qışı quraq keçən mülayim isti iqlim xarakterlikdir. Buradan çaylar axırsa, şübhəsiz ki, çay varsa, deməli burada alluvial çöküntülərlə örtülüdür. Çayları Kür hövzəsinə daxildir. Lənkəran çayları Kür hövzəsinə daxil deyil. Ona görə çıxırsınız. Səpələnən radiasiya üstünlük təşkil edir. Bu doğrudur. Buludlu ərazilərdə səpələnən radiasiya üstünlük təşkil edir. Palçı vulkanları yayılmışdır. Palçı vulkanları olmaz. Sonra çayların qidalanmasında yeraltı sular üstünlük təşkil edir. Qanı çayda yeraltı sulardır. Amma Lənkəranda siz deyin. Yağış suları. Yağış sulardır. Bəli. Ona görə doğru cavab C variantı. 1, 2, 4 olacaq. Bu da maraqlı sual idi. 22 gün tarixində aşağıdakı hansı məntəqədə gecənin uzunluğu daha çox olar? Burada nə götürmüsünüz? D variantı. D variantı götürmüsünüz. Bəli. 22 iyunda Günəş şimal tropik üzərində zenitdədir. O zaman şimalda gündüzün uzunluğu çoxdur, cənubda isə gecənin uzunluğu çoxdur. Gecənin uzunluğu daha çoxdur deyirsə, cənub qütbünə yaxın olanı götürəcək. Yəni Y məntəqəsi. Y məntəqəsi də D variantında verilmişdir. Əhsən. 5-ə nə götürmüsünüz? Testə cavab verin, xahiş edirəm. C bənd. C götürmüsünüz. Diaqram nədir? Hansı iqlim diaqramıdır? Subspektral.
Subekvatorial. Bəli, görürük ki, yağıntı yayda düşüb. Yağıntı yayda düşən, əsasən yağıntı yay ilə qış arasında kəskin fərqi olan 3 dənə iqlim demişik. Ya subekvatorialdır, ya musson, subtropik mussondur, ya da mülayim mussondur. Burada mülayim musson və yaxud da subtropik musson olan ərazi verilməyib. 2 ekvatorialdır, ekvatorial il boyu yağıntı bərabər düşər. 4 səhra iqlimidir, ona görə 4-də olmaz. 2 ilə 4-ü variantdan çıxırıq. Sonra 6 bura mülayim subarktik iqlimə düşür. Ona görə olmaz. 1 Somali yarımadası, 3 Hindistan, 5 Braziliya yayılası. Bəli, C bəndi doğru bənddir. Səslər zəhmət olmasa bağlı saxlayaq. Mən sual verəndə asıb cavab verin. Çünki əlavə səslər gəlir. Deyir, xəritə sxeminə əsasən hansı çayların bol su dövrü iyul-avqust aylarına təsadüf edir? Gəlin baxaq. Parana çayı cənub subekvatorial. Bu da hansı çaydır? Bu Parana çayı. Bu isə nə çay düşünmüsünüz bura? Zambezi. Zambezi çaydır əhsən. Hər ikisi cənub subekvatorial çayıdır. Subekvatorialda bilirsiniz yağıntı yayda düşər. Cənubunda yay nə vaxtdır? Yanvar, dekabr. Avtomatik olaraq 3 ilə 5-ə çıxacaqsınız. Sonra qalır 1. Niger çayı şimal subekvatorialdır. Hind çayı şimal subekvatorialdır. Yağıntıları yayda düşür. Yəni iyun-iyul aylarında şimal yarımkürəsi olduğuna görə götürürük. Amur çayı musson rejimlidir. Ona görə yayda boslu olar. 1, 4, 6. E variantı. Bu deməli Mississippi çayıdır. Mississippi çayı yazda boslu olur, yayda yox. Y variantı doğru cavabdır. 7-yə nə yazmısınız? Böyük Qafqazın şimal-şərqi variantı. çayları. B. Ben. Aha. Demişik ki, Böyük Qafqazın şimal-şərqinin çaylarının qidalanmasında qar və buzlaq sular üstünlük təşkil edir. Ona görə yay aylarında bol sulu olur, amma Kür hövzəsinə aid deyil. Birbaşa Xəzərə tökülürlər. Bütün çaylar tranzit çaylardır deyir. Bu da səhvdir. Çünki burada Samur çayıdır ancaq tranzit. Bir də kanyonvari dərələr yaradırlar. Bəli, B variantı doğrudur. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim tipi yalnız cənubdadır, Böyük Qafqazın cənub yamacındadır və demişik ki, bu çaylar su formada istifadə edilir. B bəndi doğru bənddir. 8-ci suala baxırıq. Şərti işarə yataq və yerləşdiyi tektonik zona. 1. Alinitdir. Zəylik Böyük Qafqazda deyil, Kiçik Qafqazda olmalıdır. Ona görə bu səhvdir. 2. Dəmir Hamançay Kiçik Qafqazdadır. Xromit Göydərə Araz əyilməsində deyil. Vejnəli Kiçik Qafqazdadır. Yəni qızılın işarəsidir, qızıl vejnəlidir. 4, 3-də xromit idi. Xromit Göydərə düzdür, amma Araz əyilməsi yanlışdır. Bu İpək Kiçik Qafqaz fikri səhvdir. Çünki bu civə yatağıdır. İpək isə xromit yatağıdır. Ona görə bu da olmaz. Filitsay. Bu polimetalın işarəsidir. Filitsaydır. Filitsayda Zaqatala Balakəndədir. Yəni Böyük Qafqazdadır. 2, 4, 6 sualımızın doğru cavabıdır. Yəni Y bəndi. 9. Xəritə sxemasına uyğun gələn dənizlərin müvafiq olaraq müəyyən edin. 1. Hansı dənizdir? Arabistan. Təbii ki, Ərəbistan. 2. Karib. Karibdir. 3. Filippin. 4. Yapon dənizidir. Y variantı doğru. Xəritə birliyidir, normal sadə sualdır. Karib və Qırmızı dəniz üçün oxşar cəhət tropik iqlim qurşağında yerləşir. Hər ikisi tropikdə yerləşir. Amma məsələn bilməsəz bu variantı saxlaya bilərsiniz. Zəngin neft ehtiyatlarına malik olan təbii ki Karibdir. Qırmızı dənizdə neft ehtiyatlarının zəngin olduğunu qeyd etməmişik. Tropik xətti ilə kəsir. Təbii ki Qırmızı dəniz kəsilir. Karib dənizi daha cənubdadır. İki materikin sahillərini yuyur. Hər ikisi iki materikin sahillərini yuyur. Karib Şimali Amerika, Cənubi Amerika, Qırmızı dəniz Afrika və Avrasiya. Litosfer tavanı aralanma zonasında yerləşən Qırmızı dənizdir. Bilirsiniz ki, Ərəbistan get-gedə Afrikadan ayrılır. Mövqeyinə görə kənar dəniz, Qırmızı dəniz daxili dənizdir. Karib dənizi isə kənar dənizdir mövqeyinə görə. Tropik iqlim qurşağında yerləşir. Xəritəyə baxsaz görərsiniz ki, hər ikisi tropikdə yerləşir. Bunlar tapandan sonra digər çıxır. 2, 6, 3, 5, 1, 4. D variantı doğru variantdır. Şorsulu göllərə daxildir.
Şorsulu göllər soruşur sizdən. Viktoriya Şirin şirin sulu. suludur. Çay başlayırsa Şirindir. bəli şirin suludur. Acınohor adı üstündə şorsuludur. Lobnor axarsız deyə şorsuludur. Eir şorsuludur. Göygöl axarlıdır. Şirin suludur. Yuxarı dünyanın ən böyük şirin sulu gölüdür. 2, 4, 6. Yox, 2, 3, 4. Y bəndi sualımızın doğru bəndidir. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Apalas dağları və dağlar yarandığı era və dağıma gəlmə mərhələsi. Apalas dağları Paleozoy erasında yaranıb, düzdür, amma Baykal dağıma gəlməsində yox. Hansında? Kalidon Kalidon hepsi. erasında yaranıb. Ona görə çıxır. Verxoyanski, Mezozoy, Kimmer, düzdür. Verxoyanski, Çerski, Sxota, Alin, Kunlun, Tibet və Qayalı. Bunlar Mezozoy, Kimmeridir. Ant dağları Kaynozoy erasında Kalidon Hertsin. Ant dağları Kaynozoy erasındadır, amma Alp qırşıqlığı olmalıdır. Kalidon Hertsin yox. Kalidon Hertsin Paleozoya aiddir. Atlas, Kaynozoy, Alp doğrudur. Əjdaha Mezozoy deyil. Afrikada ümumiyyətlə Mezozoy yoxdur. Əjdaha Paleozoy və Kalidon Hertsin olmalıdır. Xinqan dağları Çində yerləşir. Böyük Xinqan, Kiçik Xinqan. Hər ikisi Paleozoy yaşlıdır. Kalidon Hertsin qırşığında yaranmışdır. Uyğunları soruşduğuna görə 2-ci, 4-cü və 6-cı doğru bənddir. Yəni B bəndi. 1036 görəndə haranı götürməliyik? Yadda Zaqatala. qalmır. Bəli, Zaqatala. Zakatala. Zakatala hansı düzənlikdə yerləşir? Lənkəranda mı? Yox, Qalıqayırçayda deyildi. Qarabağda mı? Yox. Şirvanda mı? Yox. Sonra təbii ki, Qanıxayırçayda yerləşir. Ona görə 2 olacaq. 2 də bir variantdadır əslində. Ona görə sualımız nisbətən asandır. Və buradan axan çay hansıdır? Əyri çay. B bəndi olacaq. Sual sadə sualdır. Daha doğrusu sual orta səviyyəli sualdır və maraqlı sualdır, öyrədici sualdır. Sadəcə olaraq variant biraz sadə işlənib ki, bir dənə Qanıxayır çayı tapmaqla avtomatik olaraq cavab çıxır. Sual biraz mürəkkəbləşdirmək olardı, amma öyrədici məqsəd daşıyır sual. 14. Məsələ, Araz çayının mənbəyi verilib, mənsəbi də verilib, uzunluğu da verilib, meyillik tapındır. Meyillik bərabərdir çayın düşməsi bölünsün uzunluğu. Çayın düşməsi dedikdə mənbə ilə mənsəb arasındakı hündürlük fərqidir. Yəni 2990 çıxılsın -11, 2990-dan çıxırıq -11, bərabər olur bu 3001 metr. 3001 metri də bölürük uzunluğuna 1072-yə. Neçə almısınız? Müəllim, mən buna 2,1000 27 və takdir 799. aldım. Nə qədər? 2,8. 2,8 təxminən. Siz nə almısınız? Mən buna 27 2,8. tapmışdım böldükdə. O da cavabda yox idi deyə şey 27 eləmədim. niyə? Yapamadım. Bilmirəm, nəsə səhv gedib yəqin. Hə, bəlkə -27 düşünmüsünüz Xəzəri. Xəzərə tökülmür, Olar. Arazı tökülür. Burada Hı, -11 səhv verib, etdim. üzərinə gəlirik 11, 3001 bölürük 1072-yə. Bəli, 2,79, yəni yuvarlaq olaraq 2,8. Yəni A bəndi götürmək olar. 15-ci sual, tektonik çökəkliyimiz necə adlanır? Qraben. Qraben. Grabendir. Bəli. Grabendə yerləşən göllərimiz hansı idi? Viktoriya mı? Xeyr. Çad mı? Yox. Maracaibo mu? Yox. 2, 3, 4. Tanganika, Nyasa və Rudolf gölləri demişik. 2, 3, 4. Y bəndi. Sibir regionunun çaylarına aid olan xüsusiyyətləri seçin. Qışda şosсе yolu yayda ağac axıdılmasında istifadə edilir. Doğru yoxsa yanlış? Doğru. Doğrudur. Doğru. İlin soyuq dövründə bol sulu olur. Doğru yoxsa yanlış? Yanlış. Yanlışdır. Çünki qışda donurlar, yazda əsasən qar və yağış sularına qidalandığına görə yazda bol sulu olurlar, yayın əvvəlində. Hamısının mənsəbində estuari yaranır fikri. Yanlışdır. Yanlış. Səhvdir. Məsələn, Lena, Yana, Indigirka bunlar deltadır. Qış fəslində səthi buz bağlayır. Düzdür? Düzdür. Ona görə şosсе yolu kimi istifadə olunur. Yazda baş verən daşqınlar bataqların yaranmasına səbəb olur. Düzdürmü? Düzdür. Düzdür. Ural dağlarından qərbdə yerləşirlər. Yox. Harda yerləşirlər? Şərq yerləşir. Şərqdə. Şərqdə. 1, 4, 5. Doğru bənddir. C. C bəndi olacaq. Bəli. Afrikanın şimalında fiziki aşınmanın kəmiyyətinin cənuba nisbətən çox olmasının səbəbi. Nə üçün Afrikanın şimalında fiziki aşınmanın kəmiyyəti cənubundan çoxdur? Sizcə?
Nə yazmısınız bura? Bax, bu sual maraqlıdır. Biraz məntiq tələb edir. Yəni sadəcə olaraq düşünmək. Çox məntiq, böyük məntiq tələb eləmir. A yazmışam ben. A Sən var A ya. yazmısan, sonra B. Asaf Süreyya. B, sonra Y variantı yazmışam. D yazan da var, Y də var. Bir dənə C qalıb. C yazanı yazan var. Var. Var Yaqub, sən nə müəllim, mən də C yazmısan? yazmışam. C. Müəllim, mən də C yazmışam. 2 nəfər C. Başqa? Bəli, burada təbii ki, doğru cavab C variantıdır. Deyir, günəş şüalarının düşmə bucağının böyük olması. Zaten şimalında da günəş şüaları böyük bucaq altına düşür, cənubunda da. Hər ikisinin həm şimal tropik xətti kəsir, həm də cənubu. Demək olar ki, Afrikanın şimalında və cənubunda düşmə bucağı eynidir. Şimalına və cənubuna passat küçəşləri təsir edir. Hər ikisi hər ikisinə təsir göstərir. Şimal hissəsində ayrılma zonasının olması. Ayrılma zonanın aşınmaya dəxli yoxdur. Özü də şimal hissəsində deyil, şərq hissəsindədir. Çıxın getsin. Soyuq okean cərəyanının təsiri. Soyuq okean cərəyanı, Kanar cərəyanı, bəli, şimal-qərbinə təsiri var, amma cənub-şərqinə də, cənub-qərbinə də təsiri olmaz. Şimal hissədə daha geniş sahə tutduğuna görə fiziki aşınmanın kəmiyyəti daha geniş olacaq. Çünki düzdür, şimalda da səhra var, cənubda da səhra var. Amma hansında daha çoxdur? Təbii şimalda səhra daha çoxdur. Şimalda daha çox olduğuna görə şimalında daha səhra geniş sahə, fiziki O aşınma daha tekrar geniş. düşmüştü müəllim. Hə? O tekrar düşmüştü, düz yazmışdım ben. O tekada aşınma deyil daxı. Yo, belə bir sual var idi. Deyir, şimal hissəsinin geniş ərazi tutması. Cavab o idi, düz yazmışdım o. Və Ona orada da oxşadı. cavab oydu, amma orada fiziki aşınma deyildi. Orada başqa şey soruşurdu. Ha. Bəli, orada başqa şey idi. 18. Uyğunluğu müəyyən edin. Bu tip sualda o tekada var idi. Amma başqa düzənliklər idi. 4-cü dövr buzlaşmaya məruz qalmışdır. Təbii ki, Şərqi Avropa və mərkəzi düzənliklər. Mərkəzi düzənliklər hansı materikdədir? Şimal Amerika. Şimali Düzdür. Subekvatorial iqlim qurşağında yerləşir. Orinoco və Hind Qanqo balığı. Eol relyef formaları üstündə. Eol nədir? Külək. Külək. Külək də harda olar? Səhrada. Səhrada hardadır? Turan ovalı və Mesopotamiyada. C. Dağlıq yaylalardır. Meksika və Tibet dağlıq yaylalardır. 1. C. 2. B. 3. D. 4A. D variantı doğru variantdır. Respublikamızda Mezozoy və Kaynozoy erasının süxurlarının geniş yayıldığı ərazilər. Mezozoy dağlıq ərazilərdir. Da düzdürmü? 1-5 dağlıq ərazidir. Bir də Kiçik Qafqazın dağlıq ərazisi. Murov silsiləsi. 1-4-5 Mezozoydur. 2-3-6 Kaynozoydur. İndi deyə bilərsiniz ki, müəllim, bəs Talış dağları da axı dağlıq ərazidir. Bəli, Talış dağları dağlıq ərazidir. Amma biz demişik ki, Böyük Qafqazın yüksək dağlığı Yura, orta dağlıq təbaşirdir. Yəni Mezozoydur. Amma Talış dağları və Zəngəzur silsiləsində paleogendir. Paleogen də nəyə aiddir? Təbii ki, Kaynozoya. Doğru cavab C variantı. Avstraliyanın şərq hissəsində bol yağıntı almasına baxmayaraq, materikin daxili hissələrinin quruq olmasının səbəbi nədir? Ya da sual belə qoymaq olar ki, Suarezi dağlarının şərq hissəsinin bol yağıntı almasına baxmayaraq, qərb hissəsi niyə deməli qurudur? Onda artıq sualın nisbətən cavab rahat olacaqdır. Burada nə E götürmüsünüz? variantı. Y E variantı. Bəli, E variantı olacaq. Çünki Sakit Okeandan gələn hava kütlələrinin qarşısını Suarezi dağlar kəsir. Sonra çay şəbəkəsinin sıxlığının az olduğu əraziləri seçin. Burada ekvatorial ərazilərdə çay şəbəkəsinin sıxlığı çox olur, rütubətli ərazi. Rütubətlənmə ilə çay şəbəkəsinin sıxlığı düz mütənasibdir. Rütubət artdıqca çay şəbəkəsinin sıxlığı da artır. Biz burada quraq ərazilər seçməliyik. 4, 5, 6. Y bəndi. Avstraliyanın qərbi ilə Afrikanın şimalına oxşar cəhət. Avstraliyanın qərbi Qərbi Avstraliyadır, Afrikanın şimalı böyük səhradır. Səhralarda səpələnən radiasiya olarmı? Olmaz, düz radiyası var. Düz radiasiya. Burada cavabı nə götürmüsünüz? C. Deyincə. C. Ben C. Başqa? A yazmıştım. A. Yox, səhradır. Afrikanın şimalı. Səhrada düz radiasiya olar. Səpələnən radiasiya buludda olur. Başqa? Təbii ki, səhradadırsa üzvü aləm kasıb olacaq. İsti okean cərəyanının təsiri ilə səhra yaranmaz. Üzvü aşınma intensivdir. Səhrada üzvü yox, fiziki aşınma intensiv olar. Cavan dağlar Afrikanın şimalında olsa da Avstraliyada ümumiyyətlə cavan dağ yoxdur. Üzvü aləm
ekvatorial bir də mussonda olur da, mülayimdir. Mussonda, mülayimdə, bəli. Elə zəngin olur. Rütubətlə düz mütənasibdir, düz aləmdir. Sakit okeanda tökülən çaylar. Nə götürmüsünüz burada? 2, 3, 6. 2, 3, 3, 6. 3, 6. Bəli. Hind adından göründüyü kimi Hind okeana tökülür. Parana Atlantik okeana, Mississippi Atlantik okeana. Cavab 2, 3, 6-dır. Exolatdan bununla bağlı sual çox işləmisiniz məncə. Burada problem olmaz. Neçə götürmüsünüz? 900. Bəli, 900. 900-dür. Belə edəcəksiniz. 6.8-dən çıxacaqsınız 5.2-ni. 5.2-ni. Vuracaqsınız 1500-ə. Deməli, 6.8-dən çıxdıq. 5.6-nı 1.2 vurduq 1500-ə. Bəli. 1.2 vurduq 1500-ə böldük 2-yə. Çünki gedib qayıtması demişdik. Sonra bizdən dərinlik fərqini soruşur. 2-yə böləndə 900 edir. Düz yazmısınız. Bu sadədir, sadə məsələdir. 1500-ə niyə vurduq soruşsaz, yaddan çıxan olubsa, bilin ki, 1 saniyədə exolot nə qədər gedib? Ya da belə ayrı-ayrı da tapa bilərsiniz. Biraz daha aydın izah eləyək. Exolotdan göndərilmiş səs siqnalları müvafiq olaraq çökəklərə 6.8, 5.2 geri qayıtmışdır. Bizə getməsi lazımdır. Çünki dibin tapanda gedib qayıtma lazım deyil, təkcə getməsi lazımdır. Birinci çökəkliyə 6.8 saniyə gedibsə, deməli 3.4 saniyəyə gedib qayıtıbsa, deməli 3.4 saniyə getmişdir. Bizə dərinlik lazımdır. İkinciyə 5.6 saniyə gedib gəlibsə, deməli 2.8 saniyəyə nə edib? Getmişdir. 1 saniyədə 1500 getdiyinə görə bunu da vurursunuz 1500-ə, bunu da vurursunuz 1500-ə. Bu alınan cavabları fərqini tapırsınız. 3.4-ü vururuq 1500-ə, 5100. 2.8-i vururuq 1500-ə, 4200 edir. Bunlar arasındakı fərq 900 metr. Belə, 25 nömrəli tapşırığa baxırıq. Sxemə əsasən düzgün sıralar seçin. Böyük Alagöl uçqun mənşəli göldür. Fikri səhvdir. Vulkanik tektonikdir. Acınohor axmaz deyil. Bu da səhvdir. Acınohor tektonik mənşəli göldür. Candar göl axmaz hesab edilir. Batabat gölü uçqun bənd hesab edilir. Tufan göl buzlaqdır. Qara göl isə vulkanik. Düzgün soruşduğuna görə 3, 4, 5 olacaq. 26. Doğru olmayan fikirləri seçin. Horizontal arası sıx çəkilərsə bir o qədər meyillik çox olar. Düzdürmü? Bəli. Düz deyil. Bəli, düzdür. Yəni düzdür də, yəni burada götürürəm. Horizontallar sıx çəkilərsə meyillik çoxdur. Aralı çəkilərsə meyillik azdır deməkdir. Bu düzdür. 20 saat qurşağın orta meridianı 45 qərb uzunluğudur. Düzdürmü? Yox, səhv. Bunu necə hesablayacaq? 20 olduğuna görə neçədən çıxmalıyıq? 24-dən 24-dən çıxırıq. çıxırıq. 20 edir 4. 4-ü vururuq. 15'e. 15-ə eləyər 60 qərb uzunluğu. Deməli bu səhvdir. Qədim Tez okeanın parçalanması ilə Qara, Azov, Xəzər və Aral dənizləri yaranmışdır. Düzdürmü? Düzdür təbii ki. 21 mart tarixində Bakı şəhərinə günorta vaxt günəş vuran düşmə bucağı 50 dərəcədir. Ekvatorda olduğuna görə 90 çıxılsın 40 bərabərdir 50. Bu düzdür. Böyük Qafqaz qalxmasında dəmir fez yataqları var. Düzdürmü? Yox. Yoxdur. Türyan çayın qidalanmasına yağış və qar suları üstünlük təşkil edir fikri. Səhv. Səhvdir. Nə olmalıdır? Yeraltı su. Bəli, yeraltıdır. Yeraltı. Doğru cavab 2, 5, 5, 6. Bəli. Doğru olmayan fikri soruşurdu deyə. Sonra 27-ci sual. Biraz açıq sualımız rahat sualdır. Gecə və gündüzün adi növbələşməsi pozulur. Günəş zenitdə olur. Fəsillər aydın müşahidə edir. Burada artıq görürsünüz ki, hamısı eyniliklərlə bağlı deyə uzunluqlara baxmırıq. Uzunluqlara ehtiyac yoxdur. Günəş zenitdə olur deyirsə, biz deməli nəyə götürməliyik? 23.5 şimal və cənub enlikləri arası. Günəş burada zenitdə olur ancaq. Deməli, enliklərə baxırıq, yenə deyirəm. Uzunluğa ehtiyac yoxdur. Burada 23.5-lər arası bir dənə 20 var. Deməli, günəş zenitdə olan C-dir. Gecə və gündüzün adi növbələşməsi pozulur. Adi növbələşmə pozulursa,
Deməli, biz qütb işıqlanma qurşağını götürməliyik. 66,5 ilə 90 arası və yaxud da ki, cənubda 66,5 ilə 90 arası. Yəni 66,5 şimal eni ilə 90 şimal eni arası, 66,5 cənub eni ilə 90 cənub eni arasını götürməliyik. 80 düşür bura. Bir də 68 düşür bura. Sonra fəsillər aydın müşahidə edilirsə, biz tropiklə qütb dairəsi arasını götürməliyik. 66,5 ilə 23,5 arası. Burada A və D daxildir. 1-ə B-Y, 2-yə S, 3-ə A-D. Aydındır. Ben bir de yeni yazmamışım. Necə? Yeni bir tane yazmamışım kalanı. Hə, Hə, mən də yeni yazmaq bilmirəm. lazımdır. Yəni hamısı uyğun gəlir fikir verdiyiniz kimi. Əsas aydın oldu. Əsas odur. Hə. Situasiyamızı oxuyaq. Ay yarımadasının sahilləri 3-dən çox dəniz suları ilə yuyulur. Deməli, bir yarımada var, sahillərində 3-dən artıq dəniz var. Yarımada bütünlükdə subtropik iqlim qurşağında yerləşir. Bunu deyən kimi avtomatik olaraq dayanırıq. Subtropik iqlim qurşağında yerləşən yarımadaları xatırlayırıq. Əsasən də subtropik iqlim qurşağında yerləşən yarımadalar, müəllim demişdi ki, Avropada Aralıq dəniz iqlimindədir. Piriney, Apennin, Balkan, Kiçik Asiya. Kara yarımadasının çox kiçik hissəsi, Florida yarımadasının çox kiçik hissəsi düşür. Kiçik hissəsi düşdüyünə görə yəqin ki, bunu soruşmazlar, amma yenə də növbəti bəndi oxuyuruq. Sitrus meyvəçiliyi inkişaf edir. Hə, sitrus deyirsə, deməli burada söhbət Aralıq dənizindən gedir. Aralıq dənizi, subtropik iqlimin Aralıq dəniz tipindən gedir. Ona görə Koreyanı çıxırıq qırağa, Floridanı da çıxırıq qırağa. Qalır Piriney, Apennin, Balkan, Kiçik Asiya. Bu 4 yarımadadan biridir. Yarımadanın şimalında və cənubunda cavan dağlara rast gəlinir. Şimalında və cənubunda rast gəlirsə, bu məni Pont və Tavr dağlarına istiqamətləndirir. Yarımadanın şimal hissəsində Pont, cənub hissəsində isə Tavr dağları və yaxud da Toros dağları yerləşir. Yarımada bütünlükdə geosinklinlər qurşağıda yerləşir. Bunlar hamısı yerləşir. Yarımadanın daxili suları iki okean hövzəsinə aiddir. Bu mənə aydınlaşdırır ki, yarımadanın daxili suları, Piriney yarımadasının daxili suları heç iki okeana aid ola bilməz. Yalnız Atlantik. Balkanda da yalnız Atlantik, Apennin də yalnız Atlantik. Amma Kiçik Asiyada yadınıza gəlsə bir söz demişdik ki, Kiçik Asiyanın daxili suları iki okeana aiddir, amma sahilləri bir okean suları ilə yuyulur. Burada başlayan hansı çaylar Hind okeana tökülürdü Kiçik Asiyadan? Xatırlayaq. Kiçik Asiya yarımadasından Türkiyədən başlayan 2 dənə çay var idi ki, İran körfəzinə tökülürdü. Yoksun. Bəli, Dəzlə və Fərat çayları idi. Yəni bu bizi əminliklə deyir ki, bu Dəzlə və Fərat çayıdır. Söhbət burada Kiçik Asiya yarımadasından gedir. Kiçik Asiyanın, bax verilən subtropikdə yerləşən ümumiyyətlə subtropik qurşaqda yerləşən yarımadalardan yeganə yarımada Kiçik Asiyadır ki, daxili suları iki okean hövzəsinə aiddir. Yarımadanın yerləşdiyi işıqlanma qurşağının şimal və cənub sərhədləri arasındakı fərq 43 dərəcədir. Deməli, bu subtropik iqlim qurşağı onsuz da bilirsiniz ki, yalnız mülayim işıqlanma qurşağındadır. Mülayim. Heç bunu hesablamağa ehtiyac yoxdur. Amma hesablasız 66,5 çıxılsın. 23,5 bərabərdir 43 dərəcə edəcək. Deyir, A yarımadasının adını yazın. Nə yazdıq? Kiçik Asiya. Yerləşdiyi okean. Yalnız Atlantik okeandır. Atlantikdə yerləşir. Geosinklinal qurşaq. Hansı qurşaq yazacaqsınız bura? Alp Himalay. Alp Himalay. Yazırsınız. Sonra A yarımadasının şimalında və cənubunda yerləşən dağlar. Dedik ki, Pont və Tavr dağları. Tavr, Toros yaza bilərsiniz. İqlim tipi nə oldu? Yarımadan yerləşdi. Aralıq. Aralıq dəniz. Dəniz. Dağlar səhv yazmışam. Bəli. A yarımadasının yerləşdiyi ölkə hansı ölkə oldu? Kiçik İtaliya. Asiya. Hə? Türkiye. Türkiyə oldu. Bəli. Türkiyə. Hə. Sonra deyir ki, daxili suların aid olduğu okeanlar. Türkiyə Atlantik okean. Bir də hansı oldu? Dəzlə Fərat çayına görə. Hind Hind. Okeanı. Bəli, Hind okeanı yazacaqsınız. Yox, 30-cu sual qalıb. Yox, onu da yazdıq da həmsin. Yazdıq. Bəli, bax bura qədər. İndi zəhmət olmasa